Kənd təsərrüfatının rəqəmsallaşdırılması istiqamətində daha bir yenilik tətbiq olunub. Artıq toxumluq əkin sahələrində aprobasiya prosesi elektron sistem üzərindən həyata keçirilir. Yeni tətbiq həm prosesə nəzarəti asanlaşdırır, həm də nəticələrin operativ şəkildə qeydə alınmasına imkan yaradır. Hacıqabulda keçirilən mediaturda jurnalistlər bu prosesi yerində izləyiblər. Aqrar Xidmətlər Agentliyinin istifadəyə verdiyi AXA Mobile tətbiqi vasitəsilə mütəxəssislər sahədə topladıqları məlumatları birbaşa sistemə daxil ediblər. Məqsəd yüksək məhsuldarlığa malik, xəstəliklərə davamlı və standartlara uyğun toxum fondunun formalaşdırılmasıdır. Gördüyümüz kimi bu toxumda yoxlama aprobasiya aparılanda aprobasiya prosesi ölkənin 40 rayonunda 140 təsərrüfatda təqribən 47 min hektarda aparılır. Bu istiqamətə Aqrar Xidmətlər Agentliyi tərəfindən təlimlərdən keçirilmiş 70-ə yaxın aprobator cəlb olunmuşdur. AXA Mobile əsasında aprobasiya modulu yaradılmışdır və demək olar ki, kağız aktlardan tam imtina edilmişdir. Proses yerində rəqəmsal formasında proqram tətbiq vasitəsilə həyata keçirilir və aktlar yerində təsdiq olunur və proses akt nəticələri toxumcu fermerlərinin elektron kabinetlərinə yönləndirilir.